papilloma virusu, HPV, human papilloma virusu. Yəni hər cür adda demək olar. Bu da ən çox yayılmış cinsi xəstəliklərdən biridir. Həqiqətən birincisidir. Çünki niyə? Ola bilər ki, bəzi insanlarda özünü zil formasında, hansısa bir törəmə formasında görəndə bilirsən. Amma çox hallarda heç bir şey görsənmir, amma bəlkə də həmən insan papilloma ilə zədələnibdir, artıq onda var. 100-dən çox növü var. Bəzi növləri 16, 18, 31, 33 və arxasında gəlir. Qadınlarda uşaqlıq boynu xərçəngini yarada bilir. Bu nə deməkdir? Yəni bir insanın çöküşü deməkdir, bu da bir ailənin məhv olması deməkdir. O yüzdən diqqətli olun. Əgər hansısa bir narahatçılıq varsa və yaxud heç bir narahatçılıq yoxdur, nə vaxtsa bir qoruyucusuz əlaqə olubsa, mütləq özünüzdə papilloma virusunu yoxlatdırın. Artıq bunu laboratoriyada sizin dəri zöhrəvi həkimləri olsun, ginekoloqlar olsun yoxlayacaqlar. Hansı yolla onlar özləri yaxşı bilir yoxlamağı və ondan sonra müalicə tətbiq olunacaq. Özünüzü və ətrafınızı, ailənizi qorumuş olacaqsınız. Allah da sizi qorusun.